Salam. Bugün sizinle Kur'an-ı Kerim'de təbəə kəlməsi ilə xatəmə kəlməsini ələ alacağım. Kur'an-ı Kerim'de tərcümələrdə təbəə sözünə də qəlblərin möhürlənməsi kimi tərcümə verilmişdir. Xatəmə sözünə də qəlblərin möhürlənməsi kimi tərcümə verilmişdir. Bu sözlərin arasındakı fərqi, niyə Allah hər yerdə ya xətəmə deyərdi, ya təbəə deyərdi? Təbəə ilə xətəmənin arasındakı fərq nədir? Və bir də xətəmə kəlməsində, bu xatəm sözündə bugünkü özlərinə Allahın nəbisi, Rəsulu statusu qazandırmaq istəyənlər xatəm sözünün bir şeyin sonlanması, yekunlaşması, tamamlanması mənasında yox, təsdiqləmək anlamı ilə işlətməyə çalışırlar. Sanki Allah sadəcə nəbiliyin xətmi, yəni nəbiliyin təsdiqləyicisi olaraq Muhammədi göstərilir. Yəni amma heç, yəni güya ki İbrahim, Musa belə deyək də təsdiq mənasındadırsa, deməli o zaman onlarınki təsdiqlənməyib, havada qalır anlamı çıxır ortaya. Bu da yanlış bir fikirdir. İnşallah mən birinci sizə bu təbəə sözü ilə xatəmə sözünün Quranda keçdiyi yerlərin ayə nömrələrini qeyd edim. Deməli, təbəə kəlməsi bildiyiniz kimi bizdə olmayan t hərfi var ərəblərdə. Ta, qalın pəltək ta hərfi. Ta, bə və ayn deyilən, bizdə olmayan axırı ayn hərfi ilə bitir. O mətbə kəlməsi ki var, bizdə işlənir mətbə ifadəsi. Həmin o mətbə sözü də, yəni orada kitab çap eləmək kimi, baskı yapmaq kimi ifadələrlə keçən kəlmə həmən ərəb sözündən götürülmüşdür. Bu söz Qur'an-ı Kerim'də 11 surənin 11 ayəsində işlənmişdir. 4-cü surə 155-ci ayə, 7-ci surənin 100-cü ayəsi, 101-ci ayəsi, 9-cu surənin 87 və 93-cü ayələrində, 10-cu surənin 74-cü ayəsində, 16-cı surənin 108-ci ayəsi, 30-cu surənin 59-cu ayəsi, 40-cı surə 35-ci ayə, 47-ci surənin 16-cı ayəsi və bir də 63-cü surənin son olaraq 3-cü ayəsində keçməkdədir. Xətəmə kəlməsi isə Qur'an-ı Kerim'də 8 surənin 8 ayəsində gəlmişdir. İlk keçdiyi ayə 2-ci surə 7-ci ayə, 6-cı surə 46-cı ayə, 33-cü surənin 40-cı ayəsi, 36-cı surənin 65-ci ayəsi, 42-ci surənin 24-cü ayəsi, 45-ci surənin 23-cü ayəsi və 83-cü surənin 25 və 26-cı ayələrində təkrarlanmışdır. İndi isə bu iki kəlmənin həm lüğətini, həm Quranda işlənmə formasını və aralarındakı fərqi sizinlə inşallah paylaşmağa çalışacağım. Deməli, birinci, təbəə kəlməsinə baxdığımız zaman klassik lüğətlərdə, məsələn, Lisanul Ərəb və yaxud da Ta'cül Arus deyə lüğət kitabları var və sair lüğət kitablarında da təbəə kökü bir şeyin üzərinə damğa vurmaq, xasiyyət, təbiət yaratmaq, bir şeyin üzərinə qalıcı iz qoymaq və yaxud da formanı qəlbə salmaq, bir şeyi qəlbə salıb formalaşdırmaq kimi istifadə olunmuşdur. Və yaxud da qapanmaq ifadəsi, yəni bir şeyi belə deyək də bağlanıb qapanmasını bildirən bir şəkildə işlədilmişdir. Yəni təbəə sözü daxili strukturun formalaşması, plus fitri yönləndirmə olaraq da mənalar verməkdədir. Bu söz fiziki möhürdən çox daxili psixoloji iz qoymaq mənasına malikdir. Ərəb ədəbiyyatında təbəəllahu alə qalbihi deyildikdə bu yalnız bağlamaq deyil, o qəlbin xarakterini belə formalaşdırdı mənası verir. Bu şəkildə belə deyək də formaya saldı, ortaya qoyulur. Bu səbəbdən Qur'anda təbəə yalnız idrac mexanizmlərinə yönləndirilmişdir. Yəni təbəə sözü Qur'an-ı Kerim'də xətəmə sözündən fərqli olaraq xətəmə kəlməsi sırf qəlbə də işlənir, qulağa da işlənir. Məsələn, eşitmə qabiliyyəti və yaxud da qəlb düşünmə qabiliyyəti üçün də işlənsə də, bundan əlavə hətta məsələn şeylər üçün də işləndiyini görürük. Amma təbəə sözü yalnız sırf olaraq qəlb, bəsirət və səmi eşitmə qabiliyyəti üçün işlənir və bundan başqa bir şey üçün heç bir yerdə işlənməyibdir demək ki. Oydur ki, bu səbəbdən Qur'anda yalnız idrac mexanizmlərinin yönlənməsini qənaətinə gəlir ki, təbəə sözü bunun üçün işlənir. Qəlb, səmi eşitmək və bəsər, yəni idrac görmək, görərək idrac etmək, yəni qabiliyyətləri üçün bu üç insanın şuur sistemi üçün işlənmişdir. Amma xətəmə kəlməsi
Xətəmə kökü klasik ərəb dilində bir şeyi bağlamaq mənasındadır və ya son nöqtəni qoymaq mənasında işlənir. Bir prosesi tamamlayıb möhürləmək anlamında işləmiş və yaxud da rəsmi bağlama, möhürü vurmaq, rəsmi bağlayıb möhür vurmaq anlamlarında gəlməkdədir. Yəni iş yekunlaşır. Yəni məsələn bir üzüyün qaşına deyirlər xatəm deyirlər. Niyə? Çünki üzüyün qaşı ilə üzük düzəldən adam qaşı qoyduğu zaman iş yekunlaşır. Ona görə üzüyün qaşına xatəm kəlməsini işlətmişlər. Və yaxud da ki yazı yazandan sonra ən axırında bir möhür vurardılar. Yəni yazının yekunlaşması və sənətin belə deyək də tamamlanmasını, bitməsini bildirən bir möhürü vurardılar ki, bu yazı yekunlaşdı, tamamlandı. Və yaxud da ev tikilən bir zaman son daşı evin xatəmi adlandırardılar ki, o ev o daşla tamamlananda ona xatəmül həcər, yəni tamamlayıcı daş anlamı vermişlərdir. Yəni xətəmə sonlandırma, bağlama və yekunlaşdırma anlamları ilə ortaya çıxmışdır. Bu təbəədən fərqli olaraq psixoloji yox, hüquqi və ontoloji son qoymağı bildirən bir sözdür xətəmə kəlməsi. Ərəb şeirində xətəməl kitab, kitabı bitirdi və bağladı və yaxud da xətəməl əmr, iş sonlandırıldı, son verildi işə deyə anlamları ilə gəlməkdədir. Quranda niyə bu ifadələr, yəni təbəə ilə xətəmə ayrı şəkildədir, iş ayrı-ayrı işlədilib deyə bir sual qoysaq, Quran termini seçərkən, yəni Allah Quranda terminləri seçərkən dilin ən incə nüanslarını qoruyur, birinci bu. Bu iki sözün fərqli istifadəsi təsadüfi deyil, semantik strategiya olduğunu göstərmiş olur. Təbəə daxili idrakin pozulması üçün işlənən bir sözdür. Bu söz yalnız qəlb, eşitmə və görmə ilə işlədilir. Çünki bu psixoloji ruhi bloklama olduğunu qoyur ortalığa. Misal, ayələr üzərindən baxsaq, məsələn, Nəhl surəsi 16-cı surə 108-ci ayədə qəlb, səmi və bəsirə üzərinə təbəə olduğunu ayət bizə göstərir. Yəni, qəlbin, eşitməyin və bəsirət etməyin belə deyək də, formalaşmasını, yönlənməsini bildirən, bunu möhürlənməsi deyə tərcümə etsələr də, əslində indi qabaqda görəcəksiniz nə anlam gəlir. Və yaxud da ki 63-cü surənin 3-cü ayəsi Münafiq surəsində qəlblərin təbəə olması və yaxud da Tövbə surəsi 87-də yenə qəlblərin təbəə edilməsi, bu o deməkdir ki, insan əvvəlcə inad edir, sonra Allah onun idrac strukturunu həmin seçim tərəfə istiqamətində sabitləşdirir yəni. Məsələn, insan əgər batildə israr edirsə, onu batil üzərində sabitləyir, qapıyır, bağlayır, tamamlayır. Anlaşıldı demək istəyirəm. Bu o deməkdir ki, insan əvvəlcədən inad edir, sonra Allah onun idrac strukturunun həmin seçim istiqamətində sabitləşdirir. Bu cəza yox, nəticədir. Yəni seçim, xarakter, idrac qəlbi. Aydın, bu istər-istəməz, yəni sənin o inadkarlığın nəticəsində, batilə olan meyilliyin nəticəsində cəza olmur, nəticədir yəni bu. Yəni sən seçim eləyirsən, nəticədə xarakter yaranır, yəni xarakterizə olunur və idrac qəlibi olur, yəni çevrilmiş olur. Təbəə psixoloji qapanma olmuş olur burada. Amma xatəmə nədir? Xatəmə sonlandırma və qəti bağlama anlamında işləyən bir sözdür. Xətim artıq prosesin bitməsi deməkdir. Bu son mərhələdir yəni. Ayələrdə istifadəsinə baxdığımız zaman Bəqərə 7-ci ayədə, Yasin 65-ci ayədə diqqət eləsək, məsələn Bəqərə 7-də qəlblərə xətm məsələsini gətirir. Yasin 65-də isə ağızların xətm edilməsini bildirir. Və yaxud da ki, Mutaffifin surəsi olan 83-cü surənin 25 və 26-cı ayəsində cənnət içkisinin möhürlənməsi olaraq göstərilir. Və yaxud da Əhzab surəsi 40-cı ayədə nəbiliyin xətmi deyərək gətirirlər. 4 dənə fərqli formada ayəti qoydum ki, tam başa düşəsiniz. Burada xətm qəti geri dönüşü olmayan bağlanmanı göstərir. Yəni təbəədə insan isrardan, inatçılığından döndüyü zaman bu təbəə götürürlər ondan. Amma xətəmə nəticə olaraq geri qaydası olmayan bir möhürlənmə olduğunu anlamış oluruq ayətlərə baxdıqda. Burada xətm qəti geri dönüş olmayan bağlanmanı göstərir. Bu hüquqi termin kimidir. Qərar verildi və möhür vuruldu yəni. Əgər bu dediklərimi nəzərə alsaq, nəticə olaraq bunu bir cümlə ilə belə deyə bilərik ki, təbəə daxili sistemin istiqamətləndirilməsidir.
Xətmə isə prosesin qəti olaraq sonlandırılmasıdır. Aydındır nə demək istədim? Bir də təkrar edirəm. Təbə daxili sistemin istiqamətləndirilməsidir. Əgər imana doğru meyillənirsənsə, sən ona doğru istiqamətləndirir, sənin düşüncə tərzin ona formalaşdırılır, ona adaptasiya edilir. Aydındır, təbəə orada. Küfrə doğru getsən də orada. Amma təbəə sözü heç bir yerdə müsbət olaraq işləməyibdir. Hər yerdə küfrə doğru yönlənmədə israr edənlərin istiqamətlənməsini ortaya qoyur. O formaya düşməsini ortaya qoyur. Xətmə isə dedik ki, prosesin qəti olaraq sonlandırılmasını göstərir. Yəni, mərhələlər bu şəkildə davam edir. Birinci, insan həqiqəti rədd edir. İkinci mərhələdə qəlbi təbəə olunur, yəni idrac qapanır. Üçüncü mərhələdə isə inat davam edərsə xətmə baş verir. Yəni geri dönüş bağlanılır. Təbəədə geri dönüş imkanı var, ümid var yəni. Amma xətmə o yerdir ki, daha oradan sonra geri qayıdış mümkün deyil. Aydın oldu demək istəyirəm. Bu dil modeli Quranda çox belə deyək də sistemli şəkildə işlədilmişdir. Belə sual verə bilərlər ki, nəyə görə təbəə yalnız idrak üzvləri ilə işlənir deyə bir sual qoysaq, cavab bu olardı ki, çünki təbəə xarakter və şuur qəlbi ilə bağlıdır. Quran psixologiya kitabı kimi işləyir burada. Bu termində psixologiya kitabı kimi işləyir yəni. Qəlb düşüncə mərkəzi, qəlbin özü düşüncənin mərkəzidir. Səmi informasiya qəbul kanalıdır. Yəni o düşünmə mərkəzinə səmi yoluyla sən o kanalla ötürürsən. Bəsar kəlməsi, yəni bəsirət sözü isə idrak görməsidir. Yəni insan ola bilər ki, eşitdiyi bir şeyi qəlb mərkəzi ilə analiz edir və bəsirəti əldə edir. Və yaxud da bir şeyi gözlə ötürür, göz də bir kanaldır və nəticədə qəlb yenə onu analiz eləyir və nə qarır? Təzdən bir bəsirət ortaya qoymuş olur yəni. Bu üçü bağlananda insan artıq haqqı qavraya bilmir. Ona görə təbəə yalnız bunlarla işlədilən bir söz olur. Yəni bu üç şeylə işlədilir. Səmi insan haqqa qulağını qapayıb batilə qulağını açdığı zaman bu formalaşdı, təbəə oldu. Yəni haqqa bağlandıq bunun qulağı da. Bu israr eləyir inatçılıq nəticəsində. Və nəticədə insan axırda əgər dönməsə səhvindən xətm olunacaqdır deyir Allah. Davam edək. Bəs yaxşı, niyə xətmə müxtəlif obyektlərə tətbiq olunur? Yəni, məsələn, təbəə sözü yalnız bu üç şeylə dediyi işləyir. Səmi, qəlb və bir də bəsir kəlmələri ilə gəlibdir. Onların təbəə olmasını bildiribdir. Amma xətmə təkcə bunlarla işləmir. Niyə? Çünki xətm hüquqi və ontoloji son nöqtədir. Bu səbəbdən müxtəlif sahələrdə işlədilir. Məsələn, diqqət eləsəz, Yasin surəsi 65-ci ayədə ağızların möhürlənməsindən danışır. Yəni, ağız qəlbə aid bir şey deyil. Bu fiziki bloklama və hüquqi susturmadır. Yəni insanın danışma qabiliyyətinin susturularaq danışılmasına icazə verilməməsini bildirmək üçün işlənibdir burada. Və yaxud da ki, Mutaffifin surəsi 83-cü surənin 25 və 26-cı ayələrinə baxsaq, cənnət içkisinin möhürü, ağzının möhürlənməsi. Bu nə deməkdir? Burada xətim toxunulmamalığı, yəni heç kim ondan istifadə etmədiyini bildirmək üçündür. Yəni qorunmuşluq simvoludur yəni. Ki, heç kəs hələ o suyun dadına baxmamışdır. Heç kəs onun ağzını açıb ondan içməmişdir. Xətm orada bunu ortaya qoyur. Bu anlamı bizə çatdırmaq istəyir. Amma Əhzab surəsi 40-cı ayətə gəldiyimizdə nəbiliyin xətmi deyildikdə, burada xətm silsilənin tamamlanması demək olur. Yəni Adəmdən başlayır, davamlı nəbilər gəlir. Amma nəbiliyin xətm kəlməsini Əhzab 40-da həmən bu silsilənin yekunlaşmasını, tamamlanması demək olur. Bağlanması yox, tamamlanması, bağlanma sözü yox, tamamlanmasını bildirir yəni. Bu çox mühüm nüansdır yəni. Xətm bitmə, yoxluq deyil, kamilləşmə və yekunlaşmanı bildirir yəni. Bəzi adamlar deyə bilər ki, bağlanmasıyla tamamlanması arasında fərq nədir? Bağlanan bir şey tamamlanmadan da bağlana bilər. Amma tamamlandıqdan sonra bitişi bildirmək üçün orada bağlanma sözü bir şeyin tamamlandığı üçün bağlanmasını bildirə bilər. Xatəm kəlməsi bir şeyin tamamlanması nəticəsindəki bağlanmanı bildirir. Ona görə də bu çox mühüm nüansdır. Bir daha təkrar edirəm. Xətim bitmə, yoxluq deyil, kamilləşmə və yekunlaşmadır yəni. Bura qədər inşallah ki sözüm aydındır yəqin. Və bir də Allah 42-ci surə olan Şura surəsi 24-cü ayəsində şərtli bir dənə xətm gətiribdir, şərtlə. Diqqət edin. Ən çox bu ayətin üzərində oynamağa çalışır bəzi qəlbi xəstə olan insanlar. Ayədə deyilir ki, Allah istəsə qəlbinə xətm edərdi. Bu
belə deyək, potensial sonlandırma deməkdir, real yox. Yəni Peyğəmbərin, Nəbinin risaləti məhz xətm olunmadığı üçün davam edir yəni. Bu incə dil oyunu Quranda çox stratejidir yəni əslində. Yəni şərt hədatından gətirir. Əgər istəsəydi Allah xətm edərdi, uyğun görsəydi xətm edərdi. Etmədi ki, yox. Deməli etmədi. Nə oldu? Vəhiy davam edir. Əgər etsəydi, vəhiy bitmiş olardı, tamamlanmış olardı. Yaxşı, tamamladı mı? Qəlbini xətm elədi mi? Bəli, ayət tamamlanıb. Elə ki, Peyğəmbərə daha ayə gəlməyəcək qərarı veriləndə, o zaman qəlbinə nə eləyir Allah? Amma bu xətim dediyimiz kimi strateji bir şəkildə ortaya qoyulur. Aydın nə demək istəyirəm? Ona görə burada bir daha təkrar edirəm. Bu potensial sonlandırma deməkdir. Yəni real yox. Yəni Peyğəmbərin risaləti məhz xətm olunmadığı üçün davam edir. Elə ki, vəhiy tamamlandı, o zaman bu xətim strateji baxımından tamamlanmış olacaqdır, xətm olunacaqdır. Nəinki kafirlər üçün işlənən xətim kəlməsi kimi anlaşılmalıdır yəni. Bu incə dil oyunu Quranda çox stratejidir dedik, bunu da qeyd edik və nəticə olaraq Quran semantik strategiyasını ortaya bu şəkildə qoyur. Bir cədvəl cızası olsaq, insan xəyalında canlandırsa, bütün ayələri birlikdə analiz etdikdə belə bir model ortaya çıxar ki, deməli, 3 dənə başlıq qoyuruq ortalığa. Mərhələ, birinci başlıq, termin, ikinci başlıq, mənası üçüncü başlıq qoysaq, mərhələ olaraq birinci inad və rədd. Təbəə kəlməsi nə zaman baş verir? Bir adam inad edir və rədd etdiyi zaman təbəə termin olaraq təbəə baş verir. Aydındır. Təbəə nə deməkdir? Mənası idrakin psixoloji olaraq qapanması baş verir yəni. Yəni mərhələ inad və rədd mərhələsində təbəə baş verir. Yəni nə olur təbəə baş verir? Yəni idrakin psixoloji qapanması baş verir. İkinci mərhələ qəti son. Yəni termin olaraq qəti sonlanma nə olur? Yəni inad və rəddə insan qətiyyətini ortaya qoyur ki, əsla qəbul etməyəcəm. İki dünya bir araya da gəlsə, məsələn buna aid bir ayə deyim, ölülər də gəlsə onların qabağına, mələklər də gəlsə, onlar iman etməyəcək mərhələsi ki var. Həmən o qəti son mərhələsi gəldikdə, o xətəmə olur ki, geri dönüşün bağlanması olur yəni. Xətəmə nə olur? Yəni geri dönüşün bağlanması. Sonuncu olaraq tamamlanma məsələsi var. Bu da xətəmə kəlməsi ilə, qəti son da xətəmədir, tamamlanma da xətəmədir. Bu nə deməkdir? Yəni kamilliklə yekunlaşmasını bildirir bir şey. Kamilləşməsi ilə yekunlaşmasını. Ya mənfi baxımından kamilləşib yekunlaşmanı, ya da mənfi baxımından kamilləşib yekunlaşmanı ortaya qoymuş olacaqdır yəni. Yəni Quran eyni möhür sözünü təsadüfi istifadə etmir. Dil ilə teologiyaya eyni anda belə deyək də qurur bu sözü, ortaya çıxardır və meydan oxuyur bizdə. Buradakı dərin hikmət nədir deyə bir fikirləşsək, təbəə insanın daxili seçiminin nəticəsidir. Xətəmə isə artıq o seçimin son hökmüdür. Bir də təkrar edirəm. Bu iki kəlmənin fərqli şəkildə işlədərək, amma tərcümələrdə bunu yalnız möhürlənmə deyə qoymaqları doğru deyil. Ən azından fərqi bildirmək üçün mütləq ora bir parantez arasında sözün orijinalını bildirməyə çalışmalısınız. Ya özünü saxlayın, parantez arasında mənasını qoyun ki, cəmaət bu hansı kəlmə ilə işləndiyini bilsin. Deməli, təbəə insanın daxili seçiminin nəticəsindəki formanı ortaya qoyur. Xətəmə isə artıq o seçimin son hökmüdür yəni. Aydın nə demək istəyirəm? Yəni idraki psixologiyanı inat nəticəsində qapanmasını təbəə ilə ortaya qoyur Allah. Xətm isə nə edir? Həmən o belə deyək də qəti inatkarlığında qətiyyətli olduğun zaman geri dönüşün bağlanması və bunun tamamlanıb kamilləşməsini xətəmə ilə ifadə etmiş olacaqdır. O idi ki, xətm isə artıq o seçimin son hökmüdür deməkdir. Birincisi, insan öz qəlbini formasını seçir. Allah seçmir, sən seçirsən. Ya qəlbinin formasını inkara doğru seçirsən, ya da təsdiqə doğru seçirsən. Əgər qəlbin səcdəni seçdisə də, küfrü seçmədisə də, o zaman onu Allah o şəkildə formalaşdırır, ona təbəə deməz artıq. Təbəə mənfidə işləyibdir zaten. Amma xətəmə həm mənfi üçün işləyə bilər, həm də müsbət üçün işləyə bilər, normal bir ifadədir yəni. İkincisi, o forma sabitləşəndə son möhür nə olar? Vurular artıq, təsdiqlənir. Aydındır. Birinci mərhələ təbəə oldu, ikinci mərhələ xətəmə. Qur'anın dili deyir ki, qəlb əvvəl bağlanmır, əvvəl istiqamət seçir. Sonra istiqamət qəlbin təbiətinə çevrilir. Ən sonda insan nəticəsi olaraq o işin nəticəsi möhürlənir. Bu ilahi ədalətin dil modelidir.
Və buna görə təbəə psixoloji mərhələdir. Ontoloji hökm mərhələsidir, mərhələsi isə xətimdir. Birincisi prosesdir, ikincisi isə yekundur. Yəni bu iki kəlmə haqqında olan məqaləmiz, sözümüz, fikrimiz burada inşallah yekunlaşdı. Allah hər birinizdən razı olsun. Yəqin ki, az da olsa sizin üçün faydalı olar və Quranda dediyim, öndə saydığım ayətləri özünüz də götürüb araşdırın. Əminəm ki, mütləq nəticəyə varacaqsınız. Allah hər birinizdən razı olsun. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.